Salam, hər vaxtınız xeyir olsun. Mən Telegram kanalımıza belə bir maraqlı sual göndərmişdim. İstədim bunun izahını sizin üçün çəkim ki, bəlkə siz qəbulda belə bir tip sual ilə qarşılaşa bilərsiniz. Deməli, sualda nə deyir bizə? 800 megabayt tutuma malik fayl müəyyən mübadilə kanalı ilə 220 vurulsun 220 bit bölək saniyə sürətlə ötürülür. Bu zamandan 2 dəfə daha çox müddət ərzində 55 vurulsun 220 bit bölək saniyə sürətlə digər mübadilə kanalı ilə neçə megabayt tutuma malik fayl ötürmək olar? Burada əslində zamanı tapıb daha sonra həcmi tapa bilərik. Amma mən bunu tənasüblə getmə tərəfdarıyam. Çünki digər variantda biraz çox əməliyyat icra olunur. Gəlin baxaq. Mən bunu necə tənasüblə yazdım, mən sizə deyim. Deməli, mənim sürətim 220 vurulsun 220 bit olanda, bit bölək saniyə olanda mən ötürdüm 800 megabayt həcmə malik olan bir faylı. Bəs indi mənim sürətim 55 vurulsun 220 bit bölək saniyə olanda mən neçə megabayt həcmə malik olan, belə desək ki, bir faylı ötürə bilərəm. İndi zamanın o çox olmasını nəzərə alacağam. Çarpaz vurub tənasübdən mən x-imi tapdım. Yəni x vurulsun. X vurulsun. Bircə saniyə yazmır. Deməli x vurulsun. Bir dəqiqə. Çünki şəkil tam kəsməmişəm, böyütmüşəm. Ona görə bircə saniyə burada ona görə yazmır. Deməli, baxın, çarpaz vuraq. X vurulsun 220 vurulsun 220 bərabərdir. Çarpaz vururam da tənasübdən. 800 vurulsun 55 vurulsun 220. Burada heç bir çevirməyə ehtiyac yoxdur. Çünki tənasübdə əsas önəmli olan alt-alta yazılan ədədlərin eyni vahiddə olmasıdır. Bunlar da eyni vahiddədir. Buradan x-i tapıram mən. X bərabərdir. 800 vurulsun 55 vurulsun 220 bölünsün 220 vurulsun 220. Təbii ki, mən buradan 220'ləri ixtisar apardım. 220'ni 55'ə böləndə qaldı 4. 800'ü də 4'ə böləndə mənə verdi 200. Bax, tələsmirik. Həm də zaten heç cavablarda Allahdan ki 200 yoxdur. Bax, biz eyni zaman müddətində tapdıq ki, eyni zaman müddətində bu sürətlə 800 megabayt ötürülürsə, bu sürətlə də 200 megabayt ötürülər. Amma burada deyir ki, bu zamandan 2 dəfə daha çox. Baxın, biz bilirik ki, həcm bərabərdir sürət vurulsun zamana və həcmlə zaman düz mütənasib asılıdır. Yəni, əgər zaman 2 dəfə artırsa, deməli, həcm də 2 dəfə artmalıdır. Yəni, eyni zamanda əgər mən 200 megabayt ötürürəmsə, zamanım 2 dəfə çox olanda, deməli, həcm də zamanla düz mütənasib asılıdır deyə, deməli, həcmim də 2 dəfə artacaq və olacaq 400 megabayt. Yəni, sualın doğru cavabı Y variantı. Əgər siz başqa yolla geçsəniz, o da doğrudur. Amma mən yollara baxdım, ən səmərəli olan bu idi deyə bu yolla getdim. Əgər daha asan bir yol sizin üçün varsa, yəni siz əgər onu tapmışsınızsa, rəylərdə bölüşün, biz də ondan faydalanaq. Beləliklə, sualın izahının sonuna çatdıq. Ümid edirəm ki, sizin üçün aydın olar.